Bismillah, ərəb əlifbası dərslərimizə davam edirik. Bu günləri 6 hərf keçəcəyik. İlk hərflərimiz sin və şin hərfidir. Bunlar da eyni işarədən düzəlir. Əgər bu gördüyünüz işarənin üzərinə heç bir nöqtə qoymazsaq, sin 3 nöqtə yazarsaq, şin, yəni ş hərfi olur. Növbəti hərflərimiz sad və dad hərfidir. Diqqət edirik, tələbələrin çətinlik çəkdiyi hərflərdəndir. Bu da eyni işarədən düzəlir, bu iki hərf. Əgər bu işarənin üzərinə nöqtə yazmazsaq, sad, tək bir nöqtə qoyarsaq, dad hərfi olur. Sinlə sadın fərqi, hər ikisi s hərfidir. Sin incə, sad isə qalın hərfdir. Dəllə dadın fərqi, öncəki dərsimizdə keçmişdik. Dəl incə, dad qalındır və məxrəcində, tələffüzündə də fərqlilik var. İnşallah ki, təcvid dərslərində də daha ətraflı bunu keçəcəyik. Növbəti iki hərfimiz nöqtəsiz halı da, nöqtəli halı isə vadır. Ta hərfi ilə T hərfinin fərqi, T incə, da isə qalındır və məxrəclərində də fərqlilik var, tələffüzlərində. Va hərfinə gəldikdə, bundan öncə biz 2 dənə Z hərfi keçmişdik. Hər ikisi incə idi, biri pəltək, biri isə normal Z idi. Va hərfi isə pəltək və qalındır. Va. Yazılışlarına keçək. Bu hərflərdə heç bir istisnai durum yoxdur. Ümumi öyrəndiyimiz qaydanı tətbiq edirik. Nə idi o? Bütün hərflər söz tərkibində olduğu kimi qalır. Son hissələrini silib, ehtiyac olan tərəfə birləşmə yazırıq. Sonda isə bütün hərflər olduğu kimi qalır. Əvvəlinə birləşmə qoyuruq, əgər ehtiyac duyarsa. Sin hərfi əvvəldə necə olacaq? Hərfimizi yazırıq. Quyruq düşdü və ehtiyac olan tərəfə əvvəldədirsə, özündən sonra birləşəcək. Yəni bir söz yazırıqsa, hərf əvvəldədirsə, birləşmə hissəsi özündən sonradır. Ortada necə olacaq? Ortada hər iki forma ilə, daha doğrusu hər iki tərəflə birləşəcək və sağdan sola yazmağa çalışırıq. Birləşmədən başlayırıq ondan dolayı. Sin hərfi ortada. Sin hərfi sonda, bütün hərflər olduğu kimi qalır, özündən əvvələ birləşmə yazılır. Şin hərfi də eyni qayda ilə sadəcə 3 nöqtə qoyulur üzərinə. Orta forması, son forması. Gəldik sad dad hərfinə. Sad hərfini bir daha yazaq. Əgər bu bizim əsas sətrimizdirsə, bu cür yazılır. Bu kəsişmə hissəsini azca keçdikdən sonra yuxarı qalxıb düşürük. Bu hərfdə bəzən yanlışlar necə olur? Tələbələr yuxarıdan aşağı gəlirlər, belə edirlər. Halbuki aşağıdan yuxarı gedib, sonra sətrin üzərinə düşüb, kəsişmə nöqtəsini keçdikdən sonra qalxıb enmək lazımdır. Başqa bir yanlış belə olunur. Bu qalxma işarəsini, azca yuxarı qalxma işarəsi yazılmış. Və yaxud da buradan belə qoyulur. Bildirim ki, bəzi xətalar var. Onlar artıq hərf yanlışı sayılmır. Sadəcə səliqəsiz sayıla bilər. Və yaxud da hərflərin yazılışını başqa bir müəllimlərdə siz başqa formada yazılışını görə bilərsiniz. Bəzən üslub fərqliyi olur. Hərflərdə qəbul olunan bir neçə yazılış üslubu var. Mən indi öz bildiyim, öyrəndiyim üslubla sizə öyrətməyə çalışıram.
Və gəlin sadə dad hərfi əvvəl, orta, sonda necə yazılır? Əvvəl forması. Bax, qalxdıq, sətrin üzərinə düşürük, kəsişmə nöqtəsini düşəndən sonra qalxmalıyıq. Bax, bu qalxma isə quyruq da deyil, hərfin əsas hissəsidir. Qalxandan sonra isə ehtiyac olan tərəfə birləşmə quyruq, yəni özündən əvvələ. Orta formasına gələk. Ortada yenə də birləşmə hissəsindən başlayırıq və bu cür gəlib yenidən geri qayıdırıq. Bu orta son forma sadə dad hərfində çətinlik çəkilən şəkillərdən biridir. Onu bir daha məşq etməyə çalışaq. Adi vəziyyətdə biz sad hərfin bu cür yazırdıq əvvəldə. İndi orta formasında isə bu hissəyə də birləşmə qoymaq lazımdır. Biz bunu yazıb daha sonra birləşməni qoya bilmərik. Səbəb nədir? Çünki hərflər yazarkən sağdan sola gəlməliyik və bacardıq qədər də qələmi dəftərdən çəkməməliyik. Bundan dolayı bunun üçün bir üslub tapmalıyıq ki, sözdə qırılma olmasın yazarkən. Və onu da bu cür etməyə çalışacağıq. Birləşmədən gəlirik və xətti çəkərkən təxmini fikirləşirik ki, bu qədər birləşmə hissəsi, bu qədər hərfin bu başlıq hissəsini yazmaq üçün. Burada istəsəniz aşağı düşüb qalxa və yaxud da aşağı düşmədən də qalxa bilərsiniz. Gəlirsiniz, geri qayıdıb, xəttin üzərinə düşürsünüz, yenidən kəsişmə hissəsini keçdikdən sonra yuxarı qalxdınız və birləşmə. Bu cür. Bir daha göstərirəm. Bunu yazarkən ola bilər ki, bəzi izləyicilərimiz yanlışlar edə bilər. Videonu geri çəkərək bir neçə dəfə məşq etsəz düzələcək inşallah. Yenidən göstərirəm. Birləşmə hissəsi, hərfin başlıq hissəsi üçün yer təxmini hesablayıram bunu. Və qalxdım, geri qayıdıram, kəsişmə hissəsini keçdim, belə. İndi burada görürsünüz, bu çıxıntı oldu. İndi bu çıxıntısız yazacağım, heç bir fərqi yoxdur. Gəldim, bu cür. Son formanı yazaq. Eyni qayda ilə sadəcə quyruğunu düşürməyəcəyik. Eyni qayda ilə. Bir də bəzən olur ki, yazı yazarkən mən özümdə bəzən səliqəsiz salınır hərflər. Videonu yenidən oynatmamaq üçün artıq düzəliş etmirəm. Məsəl üçün, bu şəkildən daha çox bu şəkil səliqəli daha doğru görsənir. Dad hərfi də eyni qayda ilə. Sadəcə nöqtə fərqi var. Dad əvvəldə. Ortada eyni qayda. Diqqət edin. Və sonda. Ta hərfi. İlk öncə düz xətt çəkirik. Sanki əlif yazılmış kimi. Daha sonra sağa doğru gedib qaydırıq. Ortada yazarkən yenə də bacardıq qədər söz yazarkən ərəb dilində ümumiyyətlə bu cür yazılır. Sözün sütun hissələri yazılır. Əlavə hissələr, nöqtələr, xəttlər, hərəkələr sonradan qoyulur. Və bu ta hərfində necə olacaq? Misal üçün bir kəlmə yazaq. Mutahhirun kəlməsi. Ta hərfinin yazılışına diqqət edin. Mimdən sonra ta hərfini yazacağım. Baxın, ilk öncə hərfin aşağı hissəsini yazdıq. Sanki sad yazarkən. Davam edirik. Tanı bitirdik. Daha sonra digər hərflərimizi yazırıq. Hə hərfini yazdım. Bu başqa bir hərdir. Biz ələ keçməmişik. Sonra ra. Və nöqtə və hərəkələri qoyarkən tanın da üst xəttdən qoyacağıq. Mutahhirun. Bu şərtdə də hərfi qoşalayır. Keçəcək inşallah. Yazaq. Ortada necə olacaq? Gəldik. Bu hər hansısa bir hərfdən gələn birləşməmizdir. Hərfin aşağısını yazdıq və sözü kəlməni bitirdikdən sonra hərəkələri də yazarkən düz xətti qoyuruq. Bu cür. Sonda da. Tanın sonundan orta hissəsi bir-birindən fərqlənmir. Çünki hərfin bu hissəsi zaten quyruq hissəsinə oxşuyur. Va hərfi də eyni qayda ilə. Sadəcə üzərinə bir nöqtə qoyuruq. Ortada, yəni diqqət edək.
və sonda. Bu hərflərlə sözlər yazaq. Sözlər yazmamışdan öncə bir şey də xatırladaq ki, biz 3 hərəkə keçmişdik. Üstdə düz xətt ə, altda xətt i və bu işarəni qoyduqda isə u səsini artırırdıq hərflərə. Bəzən də hərflər hərəkətsiz oxunur. Buna sükun halı deyilir, sükun. O zaman hərfin üzərinə bu gördüyünüz kiçik dairə işarəsi qoyulur. Yəni artıq biz fəthə, kəsra, dammə, bir də hərəkətsizlik halı, sükun halı, hərfin üzərində sanki dayanırıq. Bu işarəni qoyuruq. Bu sözə misal gətirək. Beytun kəlməsi, misal üçün. Beytun. Beytun. Azərbaycancasını yazın. Beytun. Gördüyünüz kimi B-dən sonra fəthə, Y-dən sonra isə heç bir hərəkə yoxdur. Birbaşa T hərfi gəlib, T-nin də hərəkəsi udur. Və yaxud da beytu deyək buna. Hələlik keçmədiyimiz bir qayda var. Beytu. Beytu. Y hərfi sükunlu formada. Keçdiyimiz hərflərlə bağlı bəzi kəlmələr yazaq. Səxara misal üçün. Səxara. İlk hərfimiz sindir. Gördüyünüz kimi biz buna fəxara desəydik, bu pəltək sə olacaqdı. İlk keçdiyimiz sı. Sa desəydik, saxara desəydik, bu sad hərfi olacaqdı. Hərflərin qalın və incə olmağı onların adlarından da bilə bilirik. Əgər adlarında A səsi varsa, bu hərflər qalın hərflərdir. Səxara yazmağa çalışaq. Sin hərfi əvvəldə. Kəlmənin hərfin əsas səsi düşdü. Ehtiyac olan tərəfə birləşmə qoyuldu. Xa hərfi ortada. Ra hərfi sonda. Səxara. Bir də bu hərflərin sətrə münasibətən necə yazılacağı da hamısında demək olar eynidir. Bir hissəsi sətirdən əvvəldə olur. Sətirdən altda olur. Sin, şin, sad, bir də dad hərfində. Ta ilə va isə sətrin üzərində olurlar. Başqa bir söz yazaq. Darabə və yaxud da duribə yazaq. Hərəkələri müxtəlif olsun. Duribə dad hərfidir. Dad əvvəldə. Ra ortada. Və sonda. Burada kiçik bir incələmə edək. Dad hərfinin hərəkəsini yazdıq. Ra'nı yazdıq. Ra ortada özündən sonra birləşməlidir. Nə üçün birləşməyib? Çünki bəzi hərflər söz tərkibində olarkən özündən sonra birləşmir. Ra-da hərfləri onlardan biridir. Yaxşı, bəz sondadır. Niyə görə özündən əvvələ birləşməyib? Biz qayda demişdik, yaxı bütün hərflər sonda olduğu kimi qalır, özündən əvvələ birləşməzdir. Bu ehtiyac olarsadır. Ra birləşməyə ehtiyac duymadığı üçün B-dən bu tərəfə belə birləşmə qoymaq yanlışdır. Doğru. Dərsimiz bu qədər. Növbəti dərsdə görüşənədək.